Herkese salam. Bugün vlogumun ikinci hissəsini çəkirəm. Birinci hissəsini yarımçıq qoydum. İkinci hissəsinə davam edək. Bir roltonum var. Ümumiyyətlə mən rolton yeməyi çox sevirəm. Hətta bir ara asılısıydım. Deyəsən yenə getdikcə asılı olmağa başlayacağım. Bunu qoyum pişsin. Bugün imtahana hazırlaşacağıq. Görmüş olduğunuz kimi kafemdə dibini gətirmişəm. Bu istəyim ikinci kafedir. Mən imtahan həftəsində həsə çox kafe içirəm ki, o ayaq qalır. Dodaq payzamımdır bu. Dəri qulluğuma eləmişəm. Üzümə sinkmaz vurmuşam ki, sağalsın səpkilərim. Mənim dərim biraz səpkili və sızanaqlı problemli bir dəri quruluşuna sahib. I just explained the reason. What was the reason, bitch? I don't need to. Burada da pomodoro qoşmuşam. 25 dəqiqə, 5 dəqiqə dincəlmək. Mənim əllərim falan çox quruyub deyə bir əl kremindən istifadə edəcəm. Şimdi dibini gətirmişəm. Bir bu xəritə baxın görün, nəsə başa düşürsünüz ümumiyyətlə. Belə yadımda qalsın deyə belə yazmaq qərarına gəldim. Deməli 5 dəqiqə vaxtımız var fasilə kimi. Və 25 dəqiqəyə bir dənə sual oxudum, bitirdim də, yəni düşünün nə dərəcədə uzundur. Mən belə elədim. 35 dənə sualımdı, xəttim yine ilk günündədir. İlk 5 sual oxudum. Sonra məsələlərə falan baxdım. 5, buradan 6, 7, 8, 9, 35'ten de 9'dan çıxandı. Bu nə rəqəmdir. 26 dənə sualım qalıb. 26 dənə. Yəni, başım partlayır. 23 dənə sualım qalıb. Saat deməli 17:48. Bilmirəm nə idim. Səhər deyirəmi. İmtahanım səhər saat 9'dadır. Biraz tez çıxacağım. Axşama bəzi işlərim var. 8'də təlimim var. 1 saat yarım çəkirsə, ondan sonra çinmək digər işlər var. Yəni belə 23 dənə sualım qalıb. Biraz dincəlim çünki başım çox pis ağrıyır. Çox yoruldum. Çox yoruldum. Paylaşmışam. Cəmi 50 dənə baxış gəlib. Yəni mən neyiniyim abi? 50 nəfərdən Allah razı olsun. Allah bilir içində özümdə varam. Allah razı olsun sizdən. Deyəsən sizin üçün vlog çəkəcəm. Yazsanız, şərh etsəniz, onda mən biləcəm ki, mən nəyi düz edirəm, səhv edirəm. Ya nə bilim vloglarımı bəyənirsiniz, yoxsa yox. Nədə bir səhvlik var, onu düzəliş edeyim. Yəni onu desəniz çox gözəl olacaq. Öz səhvlərimi bilim ki, Allah qoysa qabağa. Deməli gedirəm imtahana. 35 sualın 35'ini oxudum. Təkrar falan yol edəcəm. İnşallah yaxşı yazaram da. Çünki siz yəni yorğunum. Deməli belə boşluqdur. Hamı imtahandadır. Yəni bizim gözəl Yunekimiz, çalışıram ki, heç kimin sifəti falan düşməsin, sonrası məni şikayət eləməsinlər, məhkəməyə falan getməyim. Deməli bu da son halı şəhərin. Neysə. Düşsə görün olacaq, neysə. Gəlmişik, oturmuşuq qəşəng isti havada, dostumla bərabər. İndi sushi zakaz verdik, gəlsin görək nə olur. Deməli, məscid mənzərəsi eşliyində deyirlər türklər. Hot rollumuzdur. Bunların adını bilmirəm. Kartofumuz var, soya sosumuz var, kolamız var və yəni imtahandan sonra yəni bunun ayrıca bir ləzzəti var. Çöz. Matata var burada. Görün necə gözəldir. Çox gözəldir. Çox həkimə bunu əvvəlcədən bilmirdim. Bugün çox gözəl yerlərə gəldik həqiqətən. Çox təəssüf ki, şarjım azdı. Çox şey çəkə bilmədim. Amma məncə çox şey düşür.